Hamıya salam dostlar, yeni TV videosuna xoş gəlmisiniz. Bugün yenə fərqli bir zaldayıq, Xəyamla. Xəyam, necəsən? Sağ ol qardaş. Avan yox. Bugün Power Fitness'dəyik. Bundan əvvəlki zalda Silver Gym-də idik. Buranın vəziyyəti ilə, şəraiti ilə tanış olduq. İndi də Power-la baxacağıq. Görək zal necədir, aparatlar necədir. Gəliş yolunu yenə də videoda göstərəcəm. Keçək videoya. Deməli dostlar, bayaq dediyimiz kimi bugün Power Fitness'dəyik. Birinci aparatları göstərmək istəyirəm sizə. Burada bu polya, belə gördüyünüz, həm kardio, həm ayaq məşqi üçündür. Burada ayağın arxası, leg presslər, ayağın qabağı üçün leg raise var. Bir də məşhur zallarda olur bu. Əsasən bunu ən daha çox xanımlar işləyir. Budların yanları üçün. İşləmə qaydası biraz qəlizdir. Buradan bu vəziyyətdə açılır yanlara, bu vəziyyətdə. Bundan çox zalda yoxdur. Yəni istifadə olunan hərəkətlərdən biri deyil. Amma Power'da var. Burada bir dənə də leg press aparatımız var. Aparatları var daha doğrusu. Və kardio aparatları, velosiped, lazım olan hər şey. Keçək o birisi tərəfə. Əsas lazım mərkəzimiz budur. Ayağı çox adam məşq eləmir. Bench pressimiz var. Sənin orta ümumi hissəsi, sənin altı üçün decline press, incline press, sənin üstü. Smithlər var. 2 dənə Smith. Pec fly var. Sənin orta hissəsi üçün işləyə biləcəyiniz ən qəşəng aparatlardan biridir. Sonra bu da alternativ incline pressdir. Sənin üstü üçün. Orada bir dənə də tros aparat var. Burada daşları var. Lazım olan hər bir çəki var. Burada Silver'də də var idi. Burada da var. Çiyinlər üçün bu var. Sonra kürəklər. Burada qəşəng bir şey var idi kürəkdə. Bu tutuşlar var. Bu tutuş çox qəşəng tutuşlardır. Bir də bunun geniş tutuşu var. Burada. Bunlar hissiyat üçün önəmli tutuşlardır. Bu tutuşla kürəyi maksimum hiss eləmək olur. Burada kürək polyasıdır. Barlar var. Hər bir bar var. Bir də Silver'də də var idi bu. Həm sinə üçün, yox bu sinə üçün deyil amma. Bu tək kürək üçündür. Ancaq kürəyi dartmaq üçündür bu. Qabaqdan bu vəziyyətdə. Bir də row hərəkəti var. O da kürək üçün dartışdır. Bir də yenə də bu çox zalda yoxdur. Triceps üçün, brus eləyə bilməyənlər üçün bu var. Bir də yaxşı bir şey var idi. Zala girəndə gözümə dəydi. Gəl, turnik çox adam eləyə bilmir. Eləyə bilməyənlər üçün qəşəng bir aparatdır. Burada bu vəziyyətdə, dəstəkli vəziyyətdə turnik vura biləcəyiniz aparatda var. Zal belədir, genişdir. Yenə də hər zalda olması olan hərəkətlər var, aparatlar var. Bir də yüngül məşq eləyə görək nə kimi bir məşq çıxacaq ortalığa. Hər bir aparatı yenə də, hər bir yox, təzə gördüyümüz aparatları yoxlayacaq. Zalı gördünüz, yetəri qədər avadanlıq var. İnkişaf eləmək üçün hər bir avadanlıq var. Xəyam, necə zaldır? Yaxşı zaldır. Yeni Samaldakı zallardan biridir. Ən yaxşı zallardan biridir məncə. Çünki aparatların sayına görə çoxdur.
Burada qantellər də var. Keyfiyyətli aparatlar çoxdur burada. Yenə də hər bir zala gəzəcəyik, görək nə var. Bugünkü məşqimiz istirik. Yəni baş, məsələn, Silverdə bəzi aparatlar var idi, burada yoxdur, burada var, orada yoxdur. Silverdə olmayıb, burada olan aparatları yoxlamaq istəyirik. Aparatlar, yəni əslində aparatlar var. Hamısı kürək aparatlar var. Amma bizdə məsələn bu tutuş yenə də şeydə yox idi, Silverdə yox idi. Bunun 3 dənə tutuşu var. Biri orada geniş tutuşdur. Bilmirəm, görsənlər, görsənməz. Bu boyu hündür adamlar üçün əla bir tutuşdur. Bir də burada onun biraz orta razmeri var. Mənim boyumda olanlar kimi, xəyam boyunda olanlar kimi istifadə edirlər. Bir də daram tutuş var. Bu bir növ üç bucağın yerinə keçir. Bu tutuşla da eləyə bilərsiniz. Hansını yoxlamaq istəsən? İkisindən birini eləyəcəyik biz. Birinci üç bucağı yoxlayaq. Onda bunu yoxlayaq, daha taxılıdır. Sonra bunu yoxlayaq. 2 patxod bununla vuraq, 2 patxod da bunu yoxlayaq. Görə necə effekt. Yoxlayaq, birini sənsin. Razım kələmişik bu arada. Hər məşq deyirəm, hər video deyirəm, indi deyirəm. Bədəninizi qəşəng qızışdırırsınız, sonra məşq edirsiniz. Davay. Burada da çox arxaya yatmırsınız, şux durursunuz. Çox arxaya yatsaz. Məqsəd burada olacaq, bizə lazımdır. Bizə lazım ki, qanatlar işləsin. Ona görə çox arxaya yatmırsınız, düz durursunuz, kürək işləyir. Vurur. Necə gedir? Əladır amma. Hissiyatı qəşəngdir. Mən yoxladım. Mən yenə məşq günümə saldım. Mən yenə dünən məşq eləmişəm. Mən kürək məşqinə salarsan yenə. Silverdə də bunu elədin. Ən effektli aparatlar burada, yəni ki, məncə mənim fikrimdə kürək aparatları. Çünki çox burada kürək aparatları var, bir də orada qəşəng ayaq aparatları da var. Tamam, haydi. Hoppa, əla. Bizdə məsafəsi də yaxşıdır. Polnu latları buraxmaq olur. Elə aparatlar da var ki, məsafəsi qısadır, latlarınızı çox buraxa bilmirsiniz. Hələ boyu hündür olan adamlar biraz buraxır, daş dəyir yerə. Ona görə hündürlüklər əladır. Bir set də girək, dincəl sonra. Set də girək. Hamı zal belə ab-havası qəşəkdir. Ab-havası yaxşıdır, işıqlandırma yaxşıdır. Mən zallarda göy işıqlandırma qəşəng gedir ki, detallısansa videolar qəşəng. Ya video çəkən, şəkil çəkən üçün qəşəng çıxır. So, gir. Bir set də girək. Gəl bizə nə eləyək? 2 patxod bu razmerdə vuraq. 2 patxodda onun üç bucağını çəkək. Eyni hərəkətin üstündə işləməyək. Davay. Görün bugün etiraf eləyəsən, sən bədən kim verir. Yoxsa yenə danassan. Amma qardaş, yəni Allah şahiddə kameraman ki, mən... Allah şahiddir. Allah indi onu da vuracaq, sən də vuracaq. Mən bu tutacaqlardan istifadə eləməmişəm. Fərqli bir şey olduğu üçün qəşəng hissiyat verir. Məndə belə bir şey var. Bilmirəm, sizdə olur, olmur. Məsələn, biz zallarda məşq eləyirik də, fərqli zallarda məşq eləyirik. Əl fərqli bir dəmir mi deyim, aparat mı deyim, elə bir hiss eləyirsən də. Amma sən başqa daimi elədiyin zalda elə, məsələn, kürək dart. Ya buranı hiss eləyərsən, baxır da moduva görə, sənin yatmağından, dincəlməyindən, suyundan, yeməyindən asılıdır. Amma fərqli zala get çəkiş elə, konkret fərq hissə elə. Kürəyi hiss eləyirsən, onu deyirsən ki, mən kürəyi məşq eləmişəm, bilmirəm. İndi yeni konseptlərdə, yeni videolarımızda, yəni fərqli zallara görə necə aparatlar var, necə şeylər var. Məqsədimiz Azərbaycanın Bakının da pik səviyyələrini gəlib çıxmaqdır. Görə hara qədər gəlib çıxacaq. Hələ ki, yasamal ərazisində fırlanırıq. Orası Silver Gym İnşaat metrosu yaxınlığındaydı. Buraya yeni yasamaldadır. 77-nin Aslanqasından düz gəlirsiniz. İçəridə. Videoda göstərmişəm, görəsiniz. Xəyəm bunu yoxlayaq. Yoxlayaq. Bucaq kimi. Elə belə dadımlıq yox qoyuruq da onsuz da. Bu tutuşdu. Görün bu necədir. Prob eləyim. Qəşəng. Allah. Qəşəngdir. Sən yoxla gör. Qəşəng. Maksimum stres edər kürəyi. Allah sağ ol. Bizə gedir. Əla. Hissiyatı qəşəngdir.
Hissiyat yox, aparat əslində fərqi yoxdur. Aparatda prosto tutuş fərqi var. Tutuş fərqinə görə qəşəng hiss elətdirir. Mənim fikrimcə, yəni bu zallardan, yəni bu uzaq aparatlardan, yəni məsələn bu tutuşlardan çox istifadə etsə yaxşı olar. Çünki bunlar təzə nəsil aparatlardır, şeydə tutuşlardır. Yəni new generation, təzə generation. Yəni köhnələrdə belə şey yoxdur. köhnələrdə ancaq sadə bir iş. Köhnələrdə deyil, dədə-baba qaydaları. Bunlardır. Dədə-baba qaydasında olur. Yəni çox zallarda bunlardır. Yəni O əsl o daha lazımdır, o əsaslı bazıdır. Prosta bunlar alternativdir. Hə. Alternativdir. Sizə bir dənə istəyirsə tüyo verim. Not eləyin. Çörək işləyəndə çiyinlərinizi maksimum belə buraxmağınıza ehtiyac yoxdur. Bu sizin onurğanıza güc salar. Burada eləyə biləcəyiniz ən maksimum şey məsafə olaraq. Durdunuz. Barmağın əlinizlə diziniz paralel olsun. Bura qədər buraxsınız, kürəyiniz maksimum stres olur. Baxın, bu feyzi. Bura qədər buraxdın, burada sıxışdır. Yəni belə getməyə ehtiyac yoxdur. Çünki belə getdikdə onurğaya güc düşmə ehtimalı yüksəlir. Əslində bu var. O hərəkət var. Profesional monitorsunu eləyir. Bəli, amma bu aparat o aparat deyil. Hə, o aparatda fərqli bir tərzdə olur. O aparatda ayaq hissəsi öndə olur. Və sən tam əyilirsən qabağa. Onda ki çəkmə olur arxaya da. Yəni burada ki şeydir. Yəni normal da ayaq yəni o səviyyədə deyil. İşləmə qaydası, yəni kürəvizi buraxma limiti bura qədər buraxdınız. Hətta bundan biraz qabağa buraxa bilərsiniz. Kürək maksimum stres olur. Çıxdınız, buraxırsınız. Çıxdınız, buraxırsınız. Yəni fantastik şeylər eləməyə ehtiyac yoxdur ki, birinci növbədə bu idmanda ehtiyatdır. Sən Arnold deyilsən. Zədələnməyə meyilli idmanlardan biri. Sən sadə bir idmançısan. Daha gir, çox danışdın. Əla. Qəşəng. Əla. Necə getdi? Bir söz deyim, tutacaqlar çox effektlidir. Tutacaqlar işte. Bunu geniş də eləmək olar ha. Geniş də eləyə bilərsiniz. Axırıncı set. 2 set. Onunla bəs eləyəcək. Hə. Siz nə edirsiniz? Məşq eləyirsiniz. Arada bir komment yazın da videolar, nə olar ki? Hə, suyum qıraqda deyil. Burası su görmədim. Suyumu gətirməyə ərinirəm. Ancaq birazdan keçəcəyik o tərəfə. İçərəm. Let's go. Yaxın gəl. Hərəkət işləyəndə vurmayın. Ehtiyatlı olun. Silverdəki kimi. Söyüşkəsi olmayın. Silverdə qaqaş eləyirdi, ayaq məşqi. Səkildə işlədiyin normalni, çox ehtiyatla qoy yerinə də. Gərək bunu danqodurun qelib xarab eləyəsən ya da söyüşkəsi olasan. Yəni Bu 2 dənə aparat polunu qəşəng hissetdirir. Burada bir dənə o var. Bir də sən nə istəyirdim olsun? Bəlkə də növbəti zallarda olar. T-bar row var. Uzanırsan. Çəkiş. Hə, bildim, görmüşəm. Görək hansı zalda taparıq ondansa onu da eləyərik. Amma burada göz gəzirdim, yox idi. Onun alternativi bu var. Onu əvəz eləyən var ha. Onun əvəz edicisi bu var. Amma bunda bir şey yaxşıdır ki, burada dəstəyi də var. Gücün çatmır. Məsələn, ağır çəki girmirsən, basırsan, ikisi birində. Qoyanda da yüngül basırsan, gedir arxaya. Bu da var. Bu silverdə də var idi. Var idi. Eləmişik, göstərmişik aparatı. Bu silverdə də var idi. Yəni eyni aparatlar, prosto firma fərqi var. Burada da kürək aparatı eyni şeydir. Fərqli gözümə dəyən burada bir dənə triceps aparatı var. Bunu yoxlayacağıq, eləyəcəyik. Amma ondan əvvəl istəyirəm bir dənə çiyin arxası üçün hərəkət göstəreyim. Hanı o çiyin arxası? Çiyin arxası bax. Buradadır. Pack fly. Bu. Prosto. Hoppa. Çəkim biraz yüngül qoy. Bunun tutuşları buradan dəyişir. Bura qədər. Deyirəm axı nəsə ona oxşamadı. Bu tutuş. Yəni bu 2 dənə də tutuşda yəqin bilənlər bilir. Yox demə. Buradan, qabaqdan. Buradan çiyin sinədir, sinənin üstü üçündür. Razmerlərə görə dəyişir. Bunu biraz arxa eləyəndən sonra da bura üçünsə çiyin arxasıdır. Bunu hətta xəyam, birlik belə eləyə bilərik.
Yoxla gör. Çək amma yüngüldür, biraz artım. Davay. Vurma. Bayaq nə dedim? Yox, Çəki yüngüldür. yüngüldür, çək onu. Yazan qəsdən eləyəcək öncə. Yox, Qəşəng. İşlədiyi nöqtə bax buradır. Yaxın gəl. Bax. Bura. Çiyinin önəmli və əsas əzəllərindən biridir. Düzdür, məndə kofta uzundur. 3D, çiyinləri 3D göstərən əzələ qruplarından biridir. Çiyin məşqlərində mütləq çiyin arxası eləyin. Məncə trapesin arxasında işləyir bu. Mümkün qədər işləyir də. Əgər bu zalda bu aparatınızdan yoxdursa, onun yerinə fly eləyə bilərsiniz. Kanalda var, girib baxa bilərsiniz. Yəni, çiyin arxası üçün alternativlər çoxdur. Yaxşıdır hissiyatı. Görürəm. Fərqli bir şeydir. Onsa biz bizim çəkdiyimiz videolarda, yəni zallarda fərqli aparatları, yeni aparatları çəkməkdir niyyətimiz. Biz Silverdə bu aparat yox idi. Burada çəkirik bunu. Məsələn, səhərçinin yasamalıda hansı biz zala gedəndə, orada nə yeni aparat varsa, onları təqdim edəcəyik. Bilirsən də nə var, nə yox, nə artıq, nə əksik. Məsələn, o aparatı Silverdə də var idi, məsələn, eləmir. Onun alternativi şeydə idi. Çəkişində idi. Çəkişində idi. O, məsələn, Silverdə bu daram tutuş yox idi. Buranın bir şey yaxşı, həm sənin altı rahat işləyə bilsən, həm sənin üstün rahat qaldıra bilərsən. Belə də tutmaq olar bunu, hə, məndə? O da tutmaq olar, amma o sizin üçün daha yaxşıdır. Əsas buradır. Burada bir dənə tüyo verim sizə. Hündürlüyü tənzimləmək üçün burada edə biləcəyiniz ən yaxşı şey sənin orta hissəsi ilə özünüzü tutursunuz. Bu ki, çünki çiyin arxasının işləyiş qaydası, çiyin işləyiş qaydası bax, budur. Ona görə sənin orta hissəsinə bunu tənzimləyirsiniz. Formada maksimum çiyinlərin arxasına vuracaq. Bunu istəsə setdə eləyə bilərsiniz. Məsələn, bunu vurduğunuz dayıca face pull eləyə bilərsiniz çiyinlərin arxası üçün. Və yaxud face pull vurub dayıca buna girə bilərsiniz. Qısa videolarda Instagramda paylaşırsam, istəsəz baxarsınız. Deməli, fərqli aparatlarımızdan biri triceps üçündür. Bunu brus eləyə bilməyənlər öyrənə bilər. Bir növ brusları təsir edir. Üçləmə qaydası aparatın özəlliyi göstərir. Bunun prostu standartdır. Bu boyu hündür adamlar üçün daha yaxşıdır. Yəni, balaca boylar üçün biraz dar olsa deyəndə indi bəlkə 100% bunu dəyişən şeyləri var. Budur işləmə qaydası. Buraxırsınız, aşağıda maksimum sıxışdırırsınız. Bu. Yenə dediyim kimi, brus vura bilməyənlər adamlar, çətinlik çəkən adamlar üçün idealdır. Yəni, bu yolla öyrənə bilərsiniz brus vurmağı. Brus balaca boylar nəyə görə deyirəm? Xəyamla mənim boyum elə çox hündür deyil də. Dirsək şeydən aralanır, kürəkdən. Daha çox çiyinə yük minir, bu hissəyə. Yəni, bu biraz deaktiv olur. Amma dirsək nə qədər içəri yığılsa, yük onda qolun arxa hissəsində olur. Hop! Bu zalı da bir dənə belənçi çəkirsən. Əla. Bir setdə girərsən. Bundan sonra o aparatı yoxlayaq. Şeydə yoxlamışdıq da, Silverdə var idi ondan. Prosta Silverdə o set var idi, o tərəfdə otururdun, sinənin qabağı işləyirdin, o tərəfdə otururdun, sinənin arxası. Amma bu təkcə bir şey. Amma bu da təkcədir. Plus burada sinə üçün şey çoxdur. Incline'lar, decline'lar çoxdur. Bir də o incline'ı göstəririk istəsəz. Disəyə bir etsərik. Ay, bir dənə 10 kilo bəsdir. Bir dənə də incline'ı sürü yoxlayaq. O Silverdə yox idi. Heç bizim həmişə çəkdiyimiz videolar çəkdiyimiz halda da yoxdur. Bir dənə bunu yoxlaya görə necə hissiyat verir. Sənin üstü üçündür. Bu biraz fərqli tərzdə açılır. Bunu belə də eləmək olur, belə də eləmək olur. Bu vəziyyətdə.
Orada bax bir dənə də var, sinə üstündə var. Bu da yəqin ki elədir. Bura gəl. Bu da silverdə yox idi. Yəni burada çox aparat var silverdə olmayan. Yəni Bu da eyni şeydədir, formadadır. Bu biraz ona baxanda yaxşıdır. Bu da ya bu yaxşıdır. Buna yəni baxanda bu aparatların yaxşıdır. çoxsu yeni nəsil aparatlardır, yəni çox səviyyəli aparatlardır. Sadəcə olaraq yəni biz onsa görmədiyimiz, bilmədiyimiz aparatları araşdırırıq. Sadəcə olaraq yəni burada aparatlar fərqlidir. Bu Bəlkə də fərqlidir. bundan da fərqli aparatlar var. Deyəcəksiniz ki, mən eləməmişəm, bununla Belə görməmişəm. də bura çox da necə deyim, S-klass bir səviyyədə. Hamının orta büdcəli insanların gələ biləcəyi zallardan biridir. S-klass zal görmək get şəhərin mərkəzinə nə zallar var, nə aparatlar var. Lütfən. İnşallah onları da qeyb çıxarırıq, amma belə də zal olaraq İdealdır. idealdır. Məncə. Yəni fitnessdən anlayışın varsa, yəni gəlib burada baş çıxarda bilərsən. Yəni yenə deyim, qantellər var, tros var, yəni inkişaf üçün hər bir aparat var. Hər bir şərait var. Ünvanı yenə də dediyim videoda gəliş yolunu göstərəcəyik. Növbəti zal görək, haralara gedəcəyik, haralara İnşallah. gəzəcəyik. Yəni bizim bu niyyətimiz bütün zalları Azərbaycanda, yəni Bakı şəhərində gəzib Göstərməkdir ki, göstərməkdir. Yeni nə zallarımız aparatlar. Hansı zallarda yeni necə aparatlar var? Həm də zalın şəraitini, aparatları, qantelləri, daşları, hər zalın şəraiti fərqlidir. Bir zalda bir şey var, bir zalda başqa şey var. Yəni hər zalda eyni şeylər yoxdur. Düzdür, olan hər şeylər var, yəni də yüksək səviyyə zallardadır. Prosta biz əlimizdən gəldiyi qədər hamının gələ biləcəyi, hamının istifadə edə biləcəyi, hamının yaza biləcəyi zalları göstəririk. Bir şey də deyim Vasif, yəni elə zallar var ki, yəni biz gedirik də, zal idealdır, hər şeyi var. Deyirsən ki, bu zal superdir, amma təmizkarlığı, gigiyenik şəraiti, yəni o deyil. Amma bu zalda həqiqətən, yəni təmizkarlığı, Silver də təmiz idi. Silver də təmiz, Bizim amma öz zalımız da təmizdir. Fərqli zallar görmüşük ki, yəni məsləhət, girsən içəri və görsən ki, yəni hər yer dağınıqdır, daşlar dağınıq. Yəni amma bu zal elə deyil. Yəni Deyil də zal mədəniyyəti yoxdur bəzi zallarda. Ona görə zal mədəniyyətini burada yəni yüksəkdir. Yəni heç nə, zalımız budur. Videonu uzun tutmayaq. Çünki burada elədiyimiz aparatların %60-ı, %70-i başqa zallarda olan aparatların eynidir. Biz fərqli gördüyümüz aparatları işlədik. Bugünkü video bu qədər. Qol işləmə deyəsi, yəni çiyin yox, çiyin arxasını göstərdik, kürək, sinə üçün aparatları göstərdik. Qollar yenə də rutin qol hərəkətlərdir. Yəni bu sən qantel oldu, aparat oldu fərqi yoxdur. Qol rahat işləyə bilərsən. Bu qədər. Videonu bəyənib abunə olmağı unutmayın. Fikirlərinizi rəy bölməsində bölüşərsiniz. Əgər hər hansı bir zala gəlib göstərməyimizi istəyirsinizsə, kommentlərdə bölüşə bilərsiniz. Var sözün. Bu qədər. Sağ olun, salamat qalın.